Alo. Alo. Bəli. Salam aleyküm. Aleyküm salam. Alo. Bəli. Səs gəlir. Alo. Alo. Bəli. Mən get qısqırdım. Alo. Hoş gördük bəy, hər vaxtınız xeyir. Ay salam gözəl insan. Buyurun, yaxın şərqdə, Amerikada, Avropada qısa və istəsən də uzun bizə xəbərlərin xülasəsini çatdır. Təşəkkür edirəm Qabil bəy. Xoş gördük sizi də, sizin dəyərli və sevimli izləyicilərimizi də. Öncəliklə məsələyə giriş hissəsi etməmişdən qabaq deyim ki, bugün günlərdən cümə günüdür. Bəy, İslam coğrafiyası və müsəlman dünyası üçün çox önəmli olan bir günlərdən sayılır. Əlbəttə, bütün günlərimiz gözəldir, amma cümə gününün özəlliyi və gözəlliyi daha üstün sayılır bizim coğrafiya üçün, bizim xalqlar üçün. Ona görə də hər birinizə xeyirli cümələr arzu edirəm. Uca Tanrının dərgahının daha çox açıldığı bir zamandır. Duaların qəbul olunmasını, can sağlığı başda olmaqla bütün istək və arzularımızın, bütün dualarımızın qəbul olunmasını uca Rəbbimizdən diləyirəm. Əlbəttə, dediyim kimi, can sağlığı başda olmaqla. Deməli, Qabil bəy, mən burada sizə deyim, ABŞ-da olan bəzi məsələlər. Məlumunuzla bu keçən həftələrdə Signal App məsələsi var idi. Yəqin ki, yadınızdadır, orada ABŞ-ın üst düzey adamlarının informasiyalarının sızdırılması, onun bütün dünyaya yayılaraq Trump administrasiyası biraz belə pozor duruma düşmüşdü, əgər xatırlayırsınızsa. Dünənlərim yenə də bu məsələ barəsində danışı olub. Deməli, həmən o sistemin klonlaşdırılması üzrə çıxıbdır. Deməli, necə, hər hansısa bir hakerlər bilinmir, hələ bunun araşdırılması aparılır. Deyir ki, Signal App sistemi klonlaşdırılıbdır. Elə təsəvvür edin ki, siz məsələn danışırsınız öz sistemdən, YouTube sistemindən və sizə uyğun olan başqa bir adam, deyək ki, Afrikanın Ekvatorial Gvineya bölgəsindən bir dənə də bir sizin IP adresinizdə bir məlumat YouTube səhifəsi açır və sizin adınızdan danışır, paylaşımlar aparılır və bu da ki, sizin təhlükəsizliyiniz üçün böyük bir xətərdir də, elə deyilmi? Bax, bu da həmən bir sistem yaradılıb, sadəcə bilinmir, FBI ilə Mərkəzi Kəşfiyyat İdarəsi bunun üzərində işləyir ki, görəsən bu hansı dövlət ola bilər. Əlbəttə, daha çox fokuslanırlar Rusiyaya və Çinə görə, çünki son olan məsələlərə görə. Bu belə bir məsələdir ki, bunun araşdırılması aparılır və bu həqiqətən də ABŞ üçün xoş bir məsələ deyil. Sonra bu tariflər məsələsi barəsində Trump bəzi məsələləri qaldırdı, məlumunuz. Sual verirlər ona ki, bəs bu tariflərdə Amerika tərəfi böyük bir itkilərə gedir də. Çünki ABŞ-ın ən böyük o limanlarından sayılan həm qərbi, həm də şərqdə olan Los Angeles'dır, San Francisco, Seattle və o cümlədən şərqdə Boston, Washington DC və New York limanları kifayət qədər 40%lik, 50%lik eksportda və importda geriləmə əldə edib. Trump'a sual verirlər ki, bəs bunun qarşılığı necə alınacaq? Trump yalnız gülümsəyərək deyir ki, siz narahat olmayın, hər bir şey hesablanılıbdır, bu bizim xalqımızın rifahı üçün yaxşılıq bəlkə edəcək, biz bunun üzərində ciddi şəkildə işləyirik və əlbəttə orada bəzi işçilərin ixtisarı da söz konusu olur, necə deyərlər. Bu da ABŞ iqtisadiyyatına böyük bir ziyanla nəticələnə bilər. Çünki işçilərin ixtisar olması artıq dövlətin reputasiyasının düşməsi ilə nəticələnir də, elə deyilmi? Ona görə də bunun üzərində çox ciddi şəkildə işləyirlər və biz dünənlərim çox gözəl bir nəticə əldə elədik ki, Böyük Britaniya ilə olan deməli bu ticarət anlaşması qəbul olundu və şəxsən Böyük Britaniyanın baş naziri Trump'a zəng eləyərək o barədə təşəkkürünü bildirdi. Hətta Böyük Britaniyanın baş naziri Trump'ın yanında çox gözəl və təmtəraqlı bir çıxış elədi. Trump belə ona baxdı, dedi, siz necə də gözəl danışırsınız, necə də gözəl sizin aksentiniz var. Bilirsiniz də, Böyük Britaniya aksenti ilə danışan insanların üstünlüyü daha çox olur dünyanın hər bir yerində. Fərqli İngilis dili aksentləri var, Qabil bəy. Böyük Britaniya aksenti ilə siz danışırsınızsa,
o zaman sizin üstünlüğünüz daha çox olur və Trump da dedi ki, biz Böyük Britaniya ilə və Böyük Britaniyanın timsalının Avropa ölkələri ilə də yaxınlaşmanı daha da çox eləməliyik. Necə ki, siz deyirdiniz aylar öncə ki, Trump'ın U dönüşü, kəskin U dönüşü olacaq Avropaya qarşı və bəli, biz bunun artıq birinci stepini gördük, birinci etapını gördük. Növbəti etaplarda biz bunu görəcəyik, mən buna tamamilə əminəm. Bu belə ikinci məsələ Qabil bəy, Amerika prezidentinin Kanadanın baş naziri ilə olan məsələsində biraz toxunmaq istəyirəm. Ümumiyyətlə, Trump bəy, o Azərbaycan türkçəsində gözəl bir kəlmə var, deyir, sonda deyiləsi sözü öndə deyir. Bilirsiniz, Trump'ın o Kanadanın öz ərazisinə qatması, Kanadanı alması, nə bilim, vahid bir dövlət şəklində eləməsi, o əslində Trump'ın fikri var idi ki, bir Avropa Birliği kimi, European Union kimi bir şey eləsin, bir varlıq ortalığa çıxartsın. Sadəcə o biraz sözü pis tonda dedi ki, yəni biz Kanadanı satın almaq istəyirik. Kanada rəhbəri də, Kanadada yaşayan xalqlar da dedi ki, yəni biz satılıq deyil yaxı, siz bizi satın alasınız. Trump da deyir ki, bəli görürsünüz, mən deyir, çox deyir, gözəl incə sənət hisslərinə davranan bir adamam. Mən baxıram ki, bizim şimal və sizin cənub sərhədinizdə böyük bir xət var, o siz xəritədə baxsanız görərsiniz, kilometrlərlə uzanan böyük bir sərhəd xətti var. Olmazmı ki, deyir, biz o sərhəd xəttini aradan götürək və böyük bir dövlət kimi birlik formasında olsun. Kanadanın baş naziri qayıdır ki, siz bilirsiniz də və deyir, cənab prezident, siz özünüz də daşınmaz əmlak üzrə mütəxəssis olmuşsunuz. Bilirsiniz də, Trump'ın və Amerikanın bir sıra yerlərində, iri megapolislərində Trump Tower'ları var, böyük binaları var. Həm o iş obyektləri sayılır, həm də otel sistemi sayılır. Bilirsiniz də, bəzi yerlər var. Məsələn, ABŞ-da Ağ Evdir, Böyük Britaniyada Buckingham Palace'dır, o kral sarayının oturduğu yer, kralın oturduğu yer. O yerlər satılmır. Yəni, Kanada həmən yerlərdən biridir də. Axı, bu ölkədir, bu ölkənin suverenliyi var, dünya tanıdığı ərazilər var. Siz əgər birlikdən yana danışırsınızsa, bu başqa məsələ. Amma Kanada heç bir zaman satılır və olmayacaq da. Trump da deyir ki, yəni heç vaxtı deməyin. Siz bilmirsiniz ki, səhərsi gün nə ola bilər, yəni hər saniyənin bir hökmü var. Amma Kanada baş naziri belə ayağını diriyərək deyir ki, belə bir şey mümkün deyil. Amma birlikdən yana, bəli, biz hər zaman birlikdən yana olmuşuq. Biz böyük bir alyans olmuşuq və indən sonra da alyanslığımızı davam etdirərik. Biz buna heç bir şəkildə biz qapılarımızı bağlamırıq. Ona görə də belə biraz atışmalı, söz atışmalı bir məsələlər oldu. Amma mən, əgər mənim fikrimi öyrənmək istəyirsinizsə, bu gələcəkdə necə ki, indi Avropa Birliyinə doğru, Böyük Britaniyaya doğru U dönüş eləyirsə, bu Kanada üçün də belə olacaq. Çünki Kanadasız ABŞ, ABŞ-sız Kanada və böyük Avropa Birliyi olmadan ABŞ, ABŞ-sız Avropa Birliyi heç bir şeyə yaramır. Sizin sözünüzə qüvvətli. Əgər o olmasa, Amerika Birləşmiş Ştatları Braziliya kimi, Argentina, Çili kimi bir ölkə olar və dünyada zaten kifayət qədər azalan reputasiyası daha da azalmağa doğru gedəcəkdir. Ona görə də artıq Trump'ın o dönüşü etməsi, hansı ki eləyir, biz bunu görürük və gələcək günlərdə də eləyəcək. O cümlədən Ukrayna məsələsində də biz son etaplarda, mərhələlərdə gördük ki, silahların getməsidir. F-16'ların tərkib hissələrinin parçalar halində Ukraynaya çatdırılması. Əlbəttə ki, yeraltı minerallar ehtiyatlarının o sazişin imzalamasından sonra Ukraynaya olan dəstəyi biz geniş şəkildə görürük. Hətta əgər xatırlayırsınızsa, mən əvvəlki efirlərdə demişdim, hətta sizə offline da demişdim. Trump'ın birinci prezidentlik dönəmində Ukraynadan olan xüsusi nümayəndə heyətinə danışıq aparılmışdı. Sadəcə o mediaya sızmamışdı. Biz indi o məlumatları görürük. Deməli, orada deyirlər ki, Ukraynanın zəngin neft və qaz ehtiyatları var. Hansı ki, biz onu bilmirdik də. Biz əsasən o, necə deyərlər, litiumdur, ondan sonra bir sıra digər bu kimyəvi elementlər var ki, enerji infrastrukturlarının işlənməsi üçün kifayət qədər ehtiyatlar var və xüsusilə də bu atomik məhsullarının da materiallarının işlənməsi üçün olan yeraltı mineral ehtiyatlar var ki, onun da
dünyanın böyük bir hissəsi və Avropada da böyük bir hissəsi Ukraynanın payına düşür. Trumpa deyirlər ki, orada neft qaza, Trump belə şok olur. Doğrudan, yəni belə bir şey mümkündür. Bizlər heç vaxt eşitməmişdik. Deyirlər, Ukraynada böyük bir neft və qaz ehtiyatları var. Ora maraq salmaq lazımdır. Ona görə də elə o vaxtdan bu vaxta elə Trump'ın birinci prezidentlik dönemində də, indi də hal-hazırda həmən o dönüşünü etmənin böyük səbəbi həmən o mineral ehtiyatlarla bağlı idi ki, neft və qaz da həmən o yeraltı faydalı qazıntı yataqlarının bir tərkib hissəsidir. Biz də bunu da müşahidə elədik. Dünənlərim isə Trump'ın FIFA'nın rəhbərliyi ilə olan görüşü oldu və orada sual verirlər ki, Rusiyanın bilirsiniz də növbəti dünya çempionatı ABŞ-da olacaq və orada deyirlər ki, Rusiyada hər şeydən təzyiq olunur, bax, Çempionlar Liqasından, ondan sonra Avropa kuboklarına və Dünya kubokuna. Orada deyirlər ki, siz istərdinizmi Rusiya milli takımı gəlsin, ABŞ-da dünya çempionatında iştirak eləsin? Trump deyir, biz istəyərik, amma Putin deyir, istəmir axı bunu. Biz deyirik ki, gəl otur, sülh sazişini imzala, ateşkəs elan olunsun. Ancaq 3 gün deyirsən, 3 gündən deyir, heç bir yara sağalmır. Yox, bu deyir, ən azı deyir, 30 gün olmalıdır. 30 gündə hər dəfə artırılmalıdır. Amma belə baxılır ki, Putinin, necə deyərlər, gözünün doymaması, Putinin əlavə istəkləri, imtiyazlar tələb etməsi və s. bunu artıq bizim də daha sərt tədbirlər görməyimizə səbəb olur və daha sərt tədbirlər deyərkən sanksiyalar da nəzərdə tutulur. Bundan sonra da sanksiyalar daha güclü və şiddətli şəkildə olacaq. Qabil bəy, mən bunu da sizin də və hörmətli tamaşaçılarına diqqətlə çatdırıram və bu da əsasən yönələcək Rusiyanın neft və qaz yataqlarına, onların işlənməsinə və nəqlinə, hansı şirkətlər ki, və fərqi yoxdur, istər Rusiyanın özü olsun, istərsə Rusiyanın əli ilə ya Azərbaycan, ya Qazaxstan, başqa fərqi yoxdur, hansısa bir üçüncü bir ölkə, ikinci bir ölkə onun neftinin və qazının daşınmasına köməkli eləyərsə, həmən ölkəyə də 500%lik həm tarif tətbiq olunacaq, həm də ki, sanksiya paketi tətbiq olunacaq. Bu da ki, Trump deyir ki, biz belə istəyirik, biz istəyirik ki, regionda sülh olsun, biz istəyirik ki, bizim maraqlarımız orada təmin olunsun. Bunu açıq-aşkar şəkildə deyir və bir də onun növbəti həftə Trump'ın və onun bəzi komanda nümayəndələri Səudiyyə Ərəbistanına, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəklər. Burada səfərdən qabaq çox böyük bir bəyannamə veriləcək, deyiləcək. Çox güman ki, bu mənim gözləntim budur ki, bu neftin qiymətinin kifayət qədər azalması ilə müşahidə olunmalıdır. Çünki neftin qiymətinin azalması fonunda artıq elə bunu Trump özəlidir ki, biz də neftin qiymətini kifayət qədər aşağı salsaq, bu Rusiyanın da belinin qırılması üçün səbəb olacaq. Çünki Rusiyaya bu saat ən əsas gəlir gətirən nədir? Onun neftidir və qazıdır, dünya ölkələrinə ixrac olunmasıdır. Ona görə də biz bu məsələdə Səudiyyə Ərəbistanı ilə və digər körfəz ölkələri ilə ciddi şəkildə danışıqlar aparıb və bu danışıqların müsbət nəticələnəcəyini bilirik. Siz bilirsiniz də, bəy, o Səudiyyə Ərəbistan kralı ilə İbn Salmanla, bunlar ailəvi dostlar, bunların çox gözəl münasibətləri var. Mən hesab edirəm ki, İbn Salman Trump'ı qırmaz. Zaten də bu dünyada gedişat da buna doğru gedir. Neftə olan tələbat tamamilə azalmasa da %100, amma %60, %70 azalma müşahidə olunacaq. Və hətta Bloomberg'in keçən ayki göstəriciləri növbəti 2 ay, 3 ay üçün neftin qiymətinin 40-50% düşməsi ilə proqnozlaşdırılır ki, bu da indi deyək ki, məsələn, hal-hazırda neftin qiyməti $60, $70 arasında dəyişirsə, biz növbəti həftələrdə və ayda onun $40, $35 qədər düşməyini müşahidə eləyə bilərik. Yəni bu hal-hazırda söhbətlər bunun üzərində gedir. Və bir də ki, burada Trump'ı biraz tənqid elədilər. Niyə görə? Qabil bəy, çünki deyir ki, ABŞ ordusunun yaranmasının 250 illik cümləyi ilə bağlı paradın keçirilməsini istəyirəm mən. Bu yenə qədər ABŞ tarixində ordunun paradının keçirilməsi olmayıbdır. Çünki həm ABŞ Konqresi, Senatı bunun əleyhinədir. Niyə görə? Çünki istəmirlər onlar ki, silahları göstərilsin, bütün dünya görsün ki, ABŞ-ın bu silahı var
nəsə bu silahdan bir əldə etmək olar, ondan öz ölkələri üçün də istifadə eləmək olar və yəni bəzi insanlarda sual yarana bilər ki, ABŞ öz silahını satır da, onun yəni instruction içində olanları təyin eləyib özü üçün də istehsal edə bilər. Yox, elə deyil. Çünki orada silahlar satılarkən o çipin müəyyən hissəsi, daha böyük bir hissəsi daha doğrusu ABŞ-ın əlində olur. Amma paradda sən görərkən orada müəyyən bir çəkiliş zamanı müəyyən bir informasiyanın əldə olunmasıdır. Hətta sənə ABŞ-ın kifayət qədər güclü olub müəyyən necə deyirlər, yanaşmalarla o silahın əldə olunması kimi. Belə tip halları nəzərə alaraq Konqres ona görə bunun veto qoyulmasını istəyir. Prezidentin keçmiş görəcək. Üstəlik də ki, Trump'ın 79 illiyində istəyir ki, öz ad gününə belə bir hədiyyə eləsin. Bu da əlbəttə yaxşı qarşılanmadı. Trump dedi ki, biz görürük insanların ictimai rəyinə də baxırıq, insanların fikrini də öyrənirik. Bu, baxacaq da deyir, görəcək. Əgər Konqres Senatdan keçərsə bu qərar və xalqımız da buna müsbət rəy verərsə, biz bu paradı təşkil edək. Bu nəyə görə dedim? Burada bir şey də gözümə sataşdı. İndi deməli Türkiyənin nə qədər SİHA'sı, İHA'sı, Akıncı, Makıncı nə varsa paradda göstəriblər. Yəni paradda o silahları Türkiyənin Akıncı, SİHA'ları, İHA'ları göstəriblərsə Rusiya paradında. Deməli bu silahlar Rusiyada var. Mən şəxsən belə düşünürəm ki, indən sonra Türkiyəyə heç bir müasir silahın istehsalına icazə verməyəcəklər və Erdoğan'ı da tez bir zamanda aşıracaqlar. Çünki NATO'ya aid silahların o boyda ən güclü SİHA'ları Rusiyanın əlinə keçməsi bu çox skandaldır. Üstəlik Altay tanklarında satmışdılar ərəblərə. Hələ bir dənə Altay tankı yoxdur Türkiyədə, deyir, üretim yoxdur. Siz nə düşünürsünüz? Mən düşünürəm ki, bu çox böyük skandal olacaq. Əlbəttə Qabil bəy, siz zaten dediyiniz sualın cavabını da özünüz verdiniz bəy. Bu, sən NATO ölkəsi ol, sən dur, sənə verilən imkanlardan istifadə edərək NATO'ya qarşı olan bir dövlətə silah tədarükü ver. Bu, əlbəttə ki, həmən o İstər Erdoğan olmur, hər kim olur olsun, həmən o hökumətin və üstəlik də ki, NATO... Mən bir şey deyim, dəyərli insan, bax bir şey deyim, dəyərli həmətən, sizə də bunu deyirəm, mən elə bir dövlət özünü tanıyan, səviyyəli, şərəfli, yəni satmaq üçün yox da, öz müdafiəsi üçün, hücum üçün, arsenalında məxfi saxlamaq üçün və yaxud o silahı özü üçün istifadə edir. Onu görmüşsünüzmü reklam eləyir. Almaniyanın elə SİHA'lar var, elə İHA'lar var. Eurofighter, zat bilirsiniz də təyyarələri, hətta F-16'nı gerdə qoyan təyyarədir. Yəni, bax, bu qədər Almaniyanın bir dəfə görmüşsünüzmü nəyisə reklam eləyir. Ən güclü texnikalar, Leopardlar, İristelərlə ancaq öz istədikləri ölkəyə satıblar, icazən hansı ölkəyə. Yəni, Türkiye kanallarına baksan sanki bütün kanallarda SİHA, İHA, Akıncı ancaq reklam edir. Bu belə vurdu, elə vurdu. Dünyanın artıq 27 ölkəsində var Türkiye'nin SİHA'sı, İHA'sı. Artıq onu qaldıran kim vurub sallar ilə. Bütün məxfi tərəflərini açıblar. Bilirlər artıq. Yəni ona görə elə mən deyirəm ki, elə Türkiye dillənmədilər. SİHA'ları, İHA'ları, Akıncıları, nə bilim, nə hamısını çıxartdılar. Sattılar, düşmənə də, dosta da, üçüncü əldən, ikinci əldən başqa ölkələrə də sattılar və mən sadəcə, o da bax, Pakistanda qaldırıbdı, Pakistan qaldırıb, yarısını Hindistan vurub salıb yerə. 300-400 dənə Türkiyəyə aid, yarısından çoxunu vurub salıb. Yəni, artıq birisi nətərdir, elə imkan yaratdılar ki, Türkiyənin əlində olan Varujeniyanın hamısı başqa ölkələr dosta da, düşməndə də olsun, yəni buna o qədər ciddilik qalmasın. O qədər ciddilik qalmasın. Məsələn, bir ölkə ilə müharibə eləyərsən, düşünərsən, oyda, bu hansı silahdan istifadə eləyəcək. Bir də var ki, Türkiyədə hamısını bilirik. Hamısını bilirik. Mən 5000 kilometr aldı, hələ az baxıram. Çünki maraqlı deyil o qədər mənə. Baxıram, yenə qabağıma çıxır Türkiyənin silahları,
raketləri, hücum silahları, müdafiə silahları baxıram çox zəifdir. Çox zəifdir. Və zəif silahları mən baxıram da Fransanınkinin qarşısında, deyək ki, İngiltərənin qarşısında, Almaniyanın qarşısında, hətta çox ölkələr saymaq olar ki, bu silahlar çox zəifdir. Yəni Amerikan, Yaponiya zad demirəm ha, Cənubi Koreyan demirəm ha, hələ demirəm ha, Tayvanı. Bu çox zəifdir Türkiyənin silahları, ancaq elə şey eləyir ki, Türkiyənin silahları Afrika ölkələrinə yarayır. Türkiyənin silahları indi baba əldə olan silahlar bir balaca Pakistan, Hindistana yarayır. Biraz orada işlətmək olar. Artıq Ukraynada qaldırırlar bayraqları, sıra salırlar. Qaldırırlar, sıra salırlar. Hani be, bunu belə bir şey deyil, bu silah arsenalının əldə edilməsi üçün milyardlarla pul qoyulur. Hər bir purjunu, hər bir detalı və bu silah ərsəyə gəlmək üçün milyardlar qoyulur ortaya. Sonra da sən satdın Erdoğan, cibini doldurdun. Damadın nədir? Selçukdur, nə bilim nə çukdur. O da cibini doldurdu milyardlarla. Silahın bir dənə keyfiyyəti qalmadı artıq. Bəli, buyur, elədir Qabil bəy. Elədir Qabil bəy, əlbəttə. Yəni, əgər sən özün böyük dövlət olaraq, özünü böyük dövlət kimi hiss edirsən, üstəlik də ki, Qərb alyansında, NATO alyansında sən indi NATO'nun ən güclü ordusu deyirlər Türkiyə üçün, amma yox, əlbəttə orada Böyük Britaniya var, ABŞ var, Fransa var, Kanada kimi ölkələr var. Türkiyə indi olar ən yaxşı halda 6-cı, 7-ci bir ölkə kimi orada güclü silah sənayesi olar ya olmaz bu səviyyədə. Sən gəl onu da Azərbaycan əli ilə mi, Azərbaycan hökumətinin əli ilə mi və yaxud da hər hansısa bir adamın əli ilə sən Rusa sat və Rus da onu bugünkü paradda təqdim etsin, bu çox böyük bir qəzəblənmə kimi qarşılanacaq. Mən inanmıram ki, ABŞ və yaxud da ABŞ-ın partnyor dövlətləri bunu müsbət şəkildə qarşılasınlar. Xeyr, bunun təsiri olacaq və mən Türkiyədə olan bəzi mənim dostlarım, tanışlarım var, bəy onlarla da danışıram. Vəziyyət orada da acınacaqlıdır, orada da bizdəki kimi, düzdür, yəni bizdən qismən də olsa yaşam rifahı yaxşı olsa da, amma onların da öz acınacaqlığı var və bu hökumətdən, bu hakimiyyətdən heç də razı deyirlər. Tez bir zamanda dəyişikliyin olmasını onlar istəyirlər. Bu belə Qabil bəy, mən əlavə olaraq yenə də sizə olan dəstək barəsində danışmaq istəyərdim bir-iki cümlə ilə. Birinci məsələ, əgər siz xatırlayırsınızsa, bu Moskvaya və yaxud da Rusiyaya olan dron... Üzr istəyirəm, bizə dəqiqə, üzr istəyirəm. Burada Rusiyanı tam dəqiqləşdirəməmişəm, Rusiyanı tam dəqiqləşdirəmirəm. Qabağıma keçdi, sonra tapa bilmirəm. Amma Hürriyyətdə yazılıb, Hürriyyətdə var, Türkiyənin Hürriyyətində yazılıbdır. Zəfər günü keçid törənində Türkiyə SİHA'ları, Bayraktar, Aksungur və Akıncı harda? Bu Qırğızıstandadır, Qırğızıstanda zəfər törəni. Qırğızıstanda zəfər törənində keçibsə, Rusiyada da var da bu, yəni belə götürəmir. Qırğızıstanda keçibsə, yəni Rusiyada da var bu. Sonra baxıram burada, yəni görüm, demək Qırğızistan Cumhurbaşqanı burada bugün bağımsız topluluğu. İndi mən Rusiyanı da axtarıram, görüm Rusiyada da keçibdir. Amma zaten Qırğızistanda keçdisə, bu da Rusiyanı da göstər, amma Rusiyada görkəmli törən, bu Rusiyanı da yazıb görək. Kuzey Kore'de baxım görüm burada çox uzun yazılıdır, onu görüm tapa biləcəm. İnşallah axtarıb olsa taparam. Ancaq 100% Qırğızistanda keçib. Qırğızistanda keçibsə, yenə deyirəm, bu Rusiya, Putin desə ki, ay bu Podsovet məkanındakı bu İlhamdır, Qırğızdır, Özbək, Türkmən, Qarqız, Qazaq. Bunların hamısını belə Putin boynunun dalına şapalaqlayan adamdır. Bunlar kimdir ki? Putin deyək ki, aldığım bayraqdarları, Aksunguru mənə ver, görüm o nədir? Öz adını al, mənə ötürəcəkdir, aydın məsələ. Əsas nədir? Silahın texnikanın GPRS-ini, silahın texnikanın mikrosxemlərini bilməsinlər. Yəni ona mikrosxemlərini bilən kimi onu vurub salmağa bacaracaqlar. Demirəm, Rusiya bayraktar çıxardacaq. Ona lazım deyil bayraktar. Amma onun dilini bilən kimi onun sıraz vurub salacaqlar. Elə onun beyninə girib olan hamısını yerə indirəcəklər, tutacaqlar. Oldu, siz yekun sözlərinizi deyirsiniz, yoxsa
Hələ var mövzu? Bəli. Mövzu var, buyur. Əlavə olaraq deyim ki, Qabil bəy, siz xatırlayırsınızsa, Rusiya-Ukrayna savaşı başlamadan qabaq əksər insanlar deyirdi ki, yox, elə bir şey olmayacaq, amma siz dediniz, olacaq. Biz bunu gördük. Siz deyəndə ki, Rusiya alov yanacaq, Moskvaya giriş-çıxışlar bağlanacaq, Moskva əvvəlki Moskva olmayacaq və biz bunun böyük fəsadlarını görəcəyik və budur. Biz həmən o böyük fəsadları görürük. İndi mən əvvəlki günlərdə bəzi adamlarla söhbət edəndə deyirlər ki, ayda görürsən Rusiyada nələr oldu, görürsən artıq Moskva girilməz halə gəldi və mən dərhal sizin misal gətirirəm ki, siz nə danışırsınız? Bizim bir dəyərli bir bəyimiz var, Azərbaycan Türk övladıdır, bizim üçün çalışan bir qabil Türkoğlu bəy var ki, bu onu 2-3 il bundan qabaq artıq anonsunu vermişdi. Hətta siz o batalyonun yaradılmasını, Rusiya içərisində partizan döyüşlərinin o aparılmasını da demişdiniz. Həmən o yaradılan 100 nəfərdən, 1000 nəfərdən ibarət olan qrupun Rusiya içərilərində edilən fəaliyyətlərindən də danışmışdınız və əgər xatırlayırsınızsa. Və bu günlərim olan o, istər o bu yaxınlarda baş qərargah rəisinin, baş əməliyyat müvəkkilinin mavini öldürüldü, o general öldürüldü. O boşu-boşuna öldürülmədi ki. Onu eləyən elə həmən o partizanlardan olan qrup elədi də, Qabil bəy, elə deyil mi? Bəli. Doğru. Yəni, bax, görürsünüz, hörmətli tamaşaçılar, biz orada-burada əvvəlcədən gələcəkdən xəbər verən bir adam axtarırıq ki, bizim üçün kifayət qədər öz potensialını ortaya qoysun. Amma görürsünüz, sanki Qabil bəy 2021-ci ildə, 2022-ci ildə danışdığı sözləri mən hər dəfə deyirdim ki, bəy elə bil 2025-ə, 2026-cı ilə gedibdir, gəlib, oraları görüb təzədən qayıdıbdır bu ilə. Belə zaman maşinası kimi də və onun hamısını deyir bizə. Yəni, öncədən bəyin dediyi hər bir şey öz yerini tapır. Ona görə də dəyərli izləyicilər, hörmətli xalqımız, maksimum və maksimum dərəcədə bəyə köməklik, dəstəyimizi əskik etməyək. Mən çalışıb hər zaman bunu canlı efirlərdə deyirəm, deməliyəm də, çünki bu mənim vətəndaşlıq borcumdur, bu mənim vətən borcumdur. Mən də istəyirəm ki, bizim ölkəmiz azad olunsun, mən də istəyirəm ki, bizim ölkəmizə şərəfli, ləyaqətli vətən övladı gəlsin. Görürsünüz, adam gecə-gündüz işləyir, adam gecə-gündüz bizlər üçün çalışır, vuruşur ki, bizim gələcəyimiz xoş olsun. Ona görə də bizim də borcumuz ondan ibarətdir ki, Qabil bəyə və Qabil bəyin ətrafındakı olan dəyərli və gözəl şəxsiyyətlərə öz dəstəyimizi verək. Mən yenə də deyirəm, mən digər bəyləri aşağılamaq və yaxud da yüksəltmək məqsədi güdmürəm, xeyr. Amma kör gör budur ki, bəy bizlər üçün necə lazımdır öz gücünü qoyur ortalığa, necə lazımdır öz dəstəyini bildirir və bizim də borcumuz ondan ibarət ki, biz də Qabil bəyə öz dəstəyimizi verək və Qabil bəyin Azərbaycan rəhbərliyinə gəlməsi üçün əlimizdən gələn əsirgəməyik. Niyə görə də bəy gəlməsin ki, adamın kifayət qədər güclü keçmişi var, şərəfli, ləyaqətli vətən yolu gedişi var, adamın necə lazımdır işləmə, qabiliyyəti işləmə potensialı var. Niyə də olmasın axı? Olanlar bəyəm Qabil bəy sizdən artıqdırmı? Xeyr, əlbəttə pis əskər o əskərdir ki, o ali baş komandan general olmaq istəməz. Bunu neçə əsr bundan qabaq deyən şəxsiyyətlər olubdur. Bugün Qabil bəyin də kifayət qədər potensialı var, gücü var ki, gəlsin Azərbaycan rəhbərliyinə başına və ölkəmizin başında olaraq bizim necə lazımdır bir dövlət kimi olmasında, demokratik açılımda sərt qərarlarla, mən yenə deyirəm Qabil bəy, daha sərt qərarlarla, siz deyirsiniz Almaniyanı Azərbaycana gətirəcəyik və Almaniyanın qanunlarından daha da sərt, daha da belə güclü, şiddətli sərt də belə, mən necə deyərlər, o ölüm itin baxımından demirəm, amma o qanunlar, prosedurlar baxımından deyirəm ki, belə bir dövlətimizin qurulması lazımdır. Belə bir xalqımızın, cəmiyyətimizin o sistemdə inkişafı labiddir, lazımdır və gərəklidir. Ona görə də Qabil bəy əvəzsiz, necə deyərlər, köməkliyimizi, dəstəyimizi əskik etməməliyik. Qabil bəy, siz də çox sağ olun, təşəkkür edirəm ki, bu qədər işin gücün arasında hər zaman cavab yazırsınız, bizi canlı efinizə qoşursunuz. Əgər sizin də və yaxud da dəyərli tamaşaçıların nəsə bir sualı, əlavəsi varsa, buyurun.
Yoxdursa icazənizi istəyim. Təşəkkür edirəm, təşəkkür edirəm. Biraz vaxtım qısadır deyə mən də tez bitirəcəm, yoxsa biraz diskussiya eləyərdik, ev yox qalsın gələn səfərə. Var ol, sağ ol qardaş, çox təşəkkür edirəm. Siz də gözəl məlumat verirsiniz. Sizinlə Sizə sağ olun. var olun, var olun. Sizə sağ olun Qabil bəy. Uca Tanrı var eləsin. Sağ olun. Sizləri, hər kəs. Təşəkkürlər. Sağ olun. Sərxudar olun. Dəyərli əməkdaşlarım, dəyərli soydaşlarım, deməli tez kimlər zəng eləməsi vacib zənglər olsa edər. Bir də polisdən xəbər atıblar, onu baxaq görək verə biləcəyim, hələ bu xəbərlərə baxaq. Vaxtımız olmasa səhərə saxlayarıq. Akşamınız xeyir. Hər vaxtınız xeyir, buyurun, buyurun. Ay qardaş, sağ ol, o böyründəkin səsini azalt da orada, bura gəlir səsi. Kəstim. Hə, oldu, buyur, buyur, canlı yayındasan, buyur. Bir məsləhətim, belə məsləhət olmasın. Sizin bu blogerlik sənəti yavaş-yavaş bir balaca necə deyirlər, azaldır. Məsəl üçün, devlətlərin nümayəndələri ilə görüşəsən, Azərbaycan barədə hansısa problemlər yavaş-yavaş başlayasan həll eləməyə. Dövlət, necə deyirlər, bu işirən qədər yuxarı dövlət nümayəndələri ilə, məsəl üçün, prezidentlərin hansı nazirlərlə. Başına dönüm, sana bir sual verim, qulaq az sonra mənə bir cavab de. İndiyə kimi bu qədər medianı izləyirsən, özün də ali savadlı adamsan. Paşinyan prezident olana kimi bircə nəfər yuxarı nətərin BMT olsun, Aşba olsun, ATƏT olsun, bir nəfərlə görüşdüyü fotosunu ortaya qoya bilərsən? Bu sən deyənlər eləyənlər var, Arif Şahmarlıdır, o var mı, deməli bircə dəqiqə, o Emin Əhmədbəylidir, Qənimət bəy, Əfqan Muxtar, bunları eləyənlər var. Mən məxfi hərəkət edirəm, belə görüşlər bizdə məhv olur. Qaldı ki, onu deyə bilmərəm burada. Məsələn, tək mənlə yox, bəli, bizim əlaqələrimiz var. Biz elə bilin ki, həm xalqdan birbaşa irtibatlı olan ordu komandiriyik, eyni zamanda da zamanı gələndə də biz lazımı mövqelərə gələcəyik, inşallah. Qaldı ki, istər məsələn, istər Putin olsun, istər Zelenski olsun, istərsə Paşinyan olsun, elə niyə uzağa gelsən, Əkrəm İmamoğlu olsun, bugün sabah prezident olası adamdır. Bir dəfə cəmi şeyə gedibdi, İngiltəriyə. Ondan başqa harasa gedib bu prezidentlərin kimlərlənsə görüşüb, kimlərlənsə foto, götən yan-yana şəkillərini ortaya qoyduqlarını görübsənmi? Yox. Elə şeylər olsaydı, heç o məqama gələnə kimi hansısa bir klan qüvvə onu öldürəcəkdi, qoymayacaqdı. Gəlməyə. O da düzdür. Yəqin ki, onlar gizli hansı hərəkətləri atırlar da, yəqin ki. Bir də ki, mən nətərdir, mən ölmürəm, ancaq ölkədə prezident mən olmalıyam. Demirəm bunu. Sadəcə, məni xasiyyətdə sərt, Atatürk kimi deyək, bax, Heydər Əliyev kimi olsun, amma xalqını sevən olsun, Kürdləri yox. Heydər Əliyev kimi xalqını, Heydər Əliyev sevmirdi, Kürdləri sevirdi. Amma məsələn, Paşinyan kimi, məsələn, deyək ki, indiki Almaniyanın prezidenti Mers kimi, belə adam olmalıdır prezident, sərt adam olmalıdır. Yoxsa Maydanuşka, Elçibey kimi maygül olmamalıdır. Gələnin elə olmalıdır ki, məmurun üzünə baxanda nazirin nazir altının şalvarını doldurmalıdır. Yoxsa o prezidentin hələ götürə bir barmaq eləyəcək İlham Əliyev kimi. Oldu başqa sözünüzdən, capınızdan. Elə 2 gündür, 3 gündür, buna mı görə zəng eləyirdin? Yox, başqa səbəblər var. Sonrası səsin ora çıxmağını istəmirəm. Necə deyirlər, o dəqiqə başımın üstünə alacaqlar. Ona görə elə başqa oldu onda. işlər də var, sözlər də var. Onları müzakirə eləmək. Onlarla Sən səs atarsan mənə, mən səs at, yaz günən, mənim çox vaxt danışmağa vaxtım olmur, amma sonra hər bir cümləni cavabını verəcəyəm.
Yəni vaxtım olandan sonra. Sağ ol, sağ ol. Bu arada üzürlü hesab edin, təkəm mən, tək olduğumdan dolayı çox vaxtı hər an 1000 dənə zəng gəlir, 1000 nəfər. Hamı deyir 1 dəqiqə, 2 dəqiqə vaxtın yoxdur. Ha, telefon götürsən yarım saat aralanmaq bilmir. Və mən təkəm axı. Alo. Alo. Bəli. Qadir bəy, salamlar, yaxşamı xeyr. Aleyküm salam, gözəl insan, gözəl şəxsiyyət, buyur. Mən baxıram, bu, yəni, yatmırım, gözdən həmişə sizin verirmişim. O İngilizcədəki göstəririm, mən sizə göndərmişdim o polis, uğraş, maşının pulcunu ölçür, neçə dənə olmalıdır, nə olmalıdır, nə uğraş xanadır. Sonra da göstərir ki, qoca kişi tutur. Başına da ben de başladım kantonu kendi bu polisler. Bir de gözler görünür. Bir de bak sen prezident olanda Allah koysun bu teknik olsun. Bu başkanlar tatmak olacak mı? Onların bir tutup anasının ağzına vermək lazımdır. Elə polislər. Herkese gelirsin. Başını kurşunu hatta birinin hoşuna gelip demir mal benimdir kefil deriz ki var seni eylemez recenim oğulaş köpüğüm başına da kandolunu kirapkası kesip bir araslar indideki nece kefler nece de stil o kadar hareketi yerinden saçsa zulü bilin kapıda bu senin o ilhamını da var hangi o biraz köpeysen gezi kütle hapı cemaatin başı oynatırlar. Bu net, Karabağ'a net, giderler, Musul'dular. Gel, cemaatin üstünde nece de hareket ediyorlar, nece de tam bu belediye yaşlı kişiyi o kadar zorla çekme yaparlar. O ulaşlar. Yani bundan hastalanmış abi ya. Bəli, peysərdir, peysər. Azərbaycan polisi peysər. Yaxşılar da var, indi azdır da hələ. Yaşların pis yaşlıları millet seçti. Var mı da? 99,9% idarası. Yerel çıkırttı. Milletin gidirler onlar hapsi. Bəli. Yaxşılar ərzə yazır çıxır da, belə deyək. Yaxşılar ərzə yazır çıxır. Baxıram bunun qəşəqə gəlir. Sıkıdan orada yaşamıram. Vay Allah. Yaşadığınız burada insanlara sual verirəm da, reallıqda 4000-dən çox adam baxır, 5000-ə yaxın. Ay millət, siz hansı ölkədə yaşayırsınız? Rusiyada, Türkiyədə, nə bilim, Amerikada, Kanada. Sizin yaşadığınız ölkədə belə şeylər varmı? Yolda belə çəkir maşını, o bir yolun sürət həddini ölçmək üçün ana yolda, ən sürətli yolda polis elə götverənlik eləyir. Nə bilim, Purjunlu adamlar qalıb qıraqda, Sumqayıtdan belə devlətin adamları, Kürd azərlər, Purjunları kəsiblər, maşının qabağı belə çeresebiyə durur. Onlara toxuna bilmir polis, amma 50-60 yaşında kişi Purjunu kəsibsən, sən gör aparır ştrafına yalandan. Belə götverənlər var mı sizin ölkədə? Yazın da, xahiş edirəm. Buyurun. Abi, deməli ben kazasında yaşıram. Bir nəfər de yer eminlə də eminsiz maşın sürüyorum. Telefonla danışıyor. Bir nəfər yaşıma görə, nəyə görə hörmət et. Bir səfər biri gelmir ki. Bak belə niyə narşet edirsən? Vallahi Qazaxstanda yaşamaq, Azərbaycanda yaşamaqdan 1000 dəfə yaxşıdır. Burada Müslüman hükümeti bir böyle yakışıyor, hürmet var, zat var. O ulaşxana. Bax, təxminən Qazaxstanda Azərbaycanlı çoxdur mu qadın alım? Benden çoxdur. Heç nə. Oldu başına dönüm, oldu. Tamam, Sağ ol. İnşallah olacaq inşallah. Sağ ol, var ol qardaş, sağ ol. Alo.
Ay salam bəy. Aleykümselam. Sağ ol. Buyurun, canlı yayındasınız. Buyurun. Necəsən bəy? Nə var Sağ nə ol. yox, başıva dönərəm sənə. Sağ ol, var ol. Buyurun. Bu Şirvan şəhəri, bu Şirvan Savrabat Hacıqabılın müniri, bir dənə İsmail adlı şəxs. İsmail kimdir elə? İsmail əvvəl dəriyə satırdı. İndi bir dənə balaca market açıb. Hə. İndi Şirvanda bu Şirvan Savrabat Hacıqabılda hərəsində 50 dənə qəssablar var da. Hərəsinin öz yerləri var. Orada kəsilirdilər, satırdılar. İndi bu İsmail adlı şəxs nə qalır? Sizə videolar atmışam, baxmışsınız da. Hə. Bu İsmail adlı şəxs Şirvanda ət kəsim məntəqəsi yaradıb. Hə. Bu, yəni ki, qəssablar gətirib ət kəsim kombinatında kəsilməlidir. Oradan aparıb obyektlərində satmalıdırlar. O da necə edir? Əgər qəssab gedib öz yerində kəssə, satsa da ətin, təmiz əti 1000-1500 manat cərməliyir, onlarla 51'dir. 51 olur ona görə. İndi bu adam da ət kəsim kombinatında da atmışam, videolarına baxa bilərsən, atmışam sizə. Baxmısınız da. Ay uzun sözün qısası niyə uzad etsən? Sən bunu qısaca demək olmur mu? Uzada. Qısası ət kəsim kombinatında hamısı antisanitariyadır. Obşum ət kəsim kombinatında o sən deyən oğraş neydi onun adı? İsmail. İsmail Oğraş ət kəsim hər şeyi ələ alıb deyək ki, polisdən əlbir olur. Ay ölənlərə rəhmət. O gərək özü kəsə kombinatda. Orada burada kəsənləri 1500 manat cərməliyirlər. Cərməliyir ət kəsim kombinatında bir dənə xidmət yaradıb. Onun 51'də 1500 manat, 1500 manat yarı bölür. Həm də ki, ora gətirən qəssabdakı onun elə ətin 50%'ını alırlar əlindən, verirlər şatlıq saraylarından, özləri şatlıq saraylarından pul kazanırlar. Kimsə dana kəsirsə, nətər 50%'ni ala bilər? Yəqin ki, ucuz alırlar da. Yox, bəy, yox. Elə bir ki, mən ətimi gətirmişəm, 120 kilodur. Hə. Onun 60 kilosunu çıxırlar, deyirlər bana bizə verməlisən. Nətər verməlisən? Elə şey mi olar ki, mən danam var məsələn, gətirmişəm. Bu dana 120 kilo ət verəcək, hər hal, bərbaqda o kəsim kombinatının puludur da, 50 manata mı kəsəcəklər, 20 manat, onu verim, qalan ətimi götürüb aparmalıyam. Bu nə deməkdir ki, mən 60 kilo... Deyirlər ki, bunun 30-40 kilosu bizimdir. Elə şey mi olar ha, qardaş? Orada, bilmirsiniz, biz hansı hakimiyyətdə, hansı dövr, hansı hakimiyyətdə uğraşırlar? Deysən əzizən vətənlərim, kimsə 20 cücücə saxlayırsa Sabirabadda, quş kirpi yayırsan deyib cərməliyirlərsə, Şirvanda, Hacıqabulda, Səlyanda cərməliyirlərsə, evində pomidor, nə bilim, nəsə səpəni gəlib darmadağın eləyirlərsə, ya ondan yarısını mənə verəcəksən. Artıq hökumət mafiyadır, mafiya. Nəyin varsa yarısı mənim. Nəyin varsa yarısı. Ay ölənlər rəhmət. Bəy, mən dövlət işində işləyirəm. Ay biri uşağım az yaşlıdır, sosial yardıma müraciət elədim. Ayın ikisi mənə imtina gəldi. İmtina səbəbi nə idi? Mən də 142'ye sonra zəng elədim. Nə? Sənin 2025 yanvar, fevral, mart ayı rübü göstərilmir. Bu mənim günahım deyil haqqı. Mənim şirkətim onu ödəyib. Pensiyon fonma vergisini də ödəyib. Vergilər Nazirliyində zəng elədim. Dedilər ki, ödənilib. Mən indi Əmək və Sosial Müdafiə Nazirliyi inteqrasiyanı gözləyir. Deyirəm, mənim günahım deyil, axı sizin günahınızdır. Ona görə mənə 142 mənə ad boy verirdi. Narasan. Ancaq bunların hamısını güllələmək lazım. Sözləyə başladır. Türkiyədə mənə balaca pasırka gəlir. Onlar məsələn rüsumun da ödəyib, çəkisini də ödəyib ki, göndərir ki, burada mən kəsib adamım da köynə paltar ki, mən burada benim də ailəm. Gör nədir ki, poçta gedib onu götürürəm. Mənə deyir ki, 10 manat kömrü rüsuma ver. Baş vadım, bunlar hamısını ödəyib də. Hadi qarış, bizi günah yoxdur. Şirvan şəhərin mərkəzi poçta adresi. Kömrü rüsuma 10 manat.
Çünki bax dillənən yoxdur. Dillənən yoxdur gözəl insan. Yoxdur. İnsanlar götə dönüb götə. Bax bir dənə sən o rayondan dillənən. Hani o göt verənlər hani bu? Niyə çıxmırlar, zəng eləmirlər mənə, o birisine, bu birisine? 50 nəfər qorxur başına. Siz bir yandan sizi qulaq asın, o müəllim deyir sizi, o arasının əlinə şəkil deyir. Bax, müəllimdə günah yoxdur, bəy. Allah'adır. Müəllim də bilir ki, bu hakimət nədir. Nə varsın? Ailəsinə götürür. Ayrıca o biri müəllimlər niyə eləmir? O biri direktorlar niyə eləmir? Deməli, ya direktor bunu eləyib götə girmək üçün, ya müəllim, ya zavod. Kimsə götə girmək üçün eləyib bunu. Onun da pis başı kəsilməlidir onun, vəssalam. Ayşə, müəllim, aşağı müəllimələrin günahı yoxdur. Bəy, müəllimləri deyir, Allah anlasın müəllim də bilir ki, nə zulüm çəkir. Türkiyədə müəllim ən yüksək maaş alır. Bizə ancaq müəllim 200 manat, 400 manat maaş alır. Deməli, yayımı beğenin, paylaşın, auditoryamızı genişləndirin dostlar. Bəy, oldu be. Sizin də xahiş edirəm, sizin o dediğiniz ay millət, Qabil bəyini ileri olun, haqsızsız olun. Bəy deyir ki, qalxın, inqilab eləmək. Qalxmaq lazımdır. Bu hakimiyyətin axına son qoymaq lazımdır. Allah and olsun. Bəli, bəli. Yaşamaq deyil. Bu yaşamaq deyil. Bu peysərlikdir. Yaşamaq deyil. Allah'a and olsun. O derece çatmışam ki, Şirvanla Sarabada Kürmosu var, Dadaşbəyli, Mossa. Az qala özüm asımı öldürəm. Görsün. Kür var da, bir dənə kür keçir, Mossa var da. Özüm yaşamaq olmur. Yaşamaq olmur. Bir nəfər oğlan da çıxıb, reisin zadın güllələmir də o şey kimi, icra başını reis, o nədir onun adı? Yunis kimi güllələmir ki, heç olmasa bir 3-4'ü güllələnsə. O vaxtçılar getdi, başıvadır. Kim nə qaracaq? Heç nə, millət batıb gedir, millət ölüb gedir. Allah deyəqdən xarici xəbərlər deyirsiniz, mən də qulansam, bəy, Allah xaricilər bizdən şah kim yaşayır? Allah'ın olsun. Allah'ın. Bütün masa en çok üstünlüğü veren daxili. Prosta həftədə 2 gün. Buyur. Ancaq zənciləri qabır ki, bu millət danışın. Allah hamd olsun, millət bir şey sürünür. 400 manat minimum əmək haqqı olar. Yaxşı, minimum əmək haqqı 400 manat. Azı birinci qrupa versən 100, birinci qrupa, ikinci qrupa versən 220 manat. Yaxşı, minimum əmək haqqı minimum 400 manatsa, yaxşı, ikinci qrupa 220 manat nədir? Yaxşı, deputat nazir 220 manatla, 400 manatla dolana bilər. Şirvan şəhərinin deputatının qəbuluna girdim. Dedim ki, mənim belə bir problemim var da. Dedim, mənim səlahiyyətim çatmır. Dedim, onda yaxşı, nə o kürsüdə oturmuşsan. Axırı bir polis var. Mənə dedi ki, yeri get, bir dəqiqə basacağım içəri, evdəkilər gələcək ki, basına, yeri get. Məni bir təyər çıxartdılar orada. Dedim, mənim səlahiyyətim çatmır. Bəli, eşidirik, bəli. Deputat deyir ki, mənim səlahiyyətim çatmır. Elədir. Oldu, gözəl insan. O deputatın səlahiyyəti çatmır ki, xalq onu seçir, xalq seçimi baxır. Müqavat kimi özləri seçimlər deyib 30'lıqlar ki, mən deyir, patıdır, patodur. Patıdır, patodur. Sən arkadaşı danışma. Bəli. Düzdür bəy. Bəli, fatodur. Həqiqətən də elədir bəy. Həqiqətən də elədir. Bir dəqiqə Azərbaycanda yaxşı yaşayan yerazlardır, naxçıvanlardır. Bir də ki 72% sabır olanlar. Qalanı sürünür. Heç nə. 400 manat əmək qalıram, 400 manat. Allah'ın olsun, deyirəm ki, bu ayraqını o ayağa nağar, neyini? Bəy, sizə bir də xahiş edirəm. Bu cəmaatın başını alladır Vüqar Bayramov var. Onu bir də araşdır. Onun götünə pas soxulur da. Vüqar kimdir, nə işləyir? Nə bilim, valla əmək var sosial media. Gündə bir də fərziyə çıxardır. Sən gedir 140 ki, belə bir qərar bizə hələ təsdiq ol. Bəy, bir sənətlərdir. Belə sən deyənlər bütün rayonlarda var. Sadəcə millət qorxur səsini çıxartmır. Allah'ın dostu bir dəqiqə suyun içindədir. Hamısı.
Bəy, sizdən bir də xahişəm. Xaricilər bizə şah kimi də yaşayır, yaxşı da yaşayır. Ən çox üstünlüyü verir sizə xahişəm. Daxili. Oldu. Çox sağ ol bəy, var ol. Sağ ol. Çox Sağ ol, baş olun. Deməli, dəyərli vətənlərim, dəyərli soydaşlarım, Azərbaycanda vəziyyət acınacaqlıdır, amma insanlar səsini çıxartmağa qorxur. Bir dəsmal tut, dəsmalı bu belə telefona. Elə danış, dərdini elə de, sərini elə de. Niyə qorxursan? Niyə çəkinirsən? Alo. Güzel insan akşamı xeyir, salam aleyküm. Hər vaxtınız xeyir, buyurun, canlı yayımdasınız. Ben deyirdim sizi, bir yoldaş var soruşur ki Qabil de mi komünist oldu? Kırmızı tişört giyinip, Keşti mi komünist oldu? Ya deyirəm ay kardeş o komünist deyil. Başa sal, ona bir məlumat verərdin, qadan al. Deyir ki, komünistlər, o saxçılar bilirsən də o vaxt kimlər olub. Bu nə, narıncıdır da bu. Narıncıdır, inqilabi rəngdir də bu. Bəli. Bir də qadan alım, səndən bir söz soruşum. Buyur. Bu Almaniyada, dağılan Avropada gilasın kilo neçədir qadan alım? Əgər bazarlıq, yəni qiymətlər, hər şey yadına Vallahi gilas bilmirəm çıxıb-çıxmayıb, mən mağazinlərə son vaxtlar getmirəm, amma alçanın kilosu aldıq, qəşəng alça var idi, belə kilo ilə, vedrə ilə. Kilosu alçanın 2.90, yəni 5 manat 50 qəpiyə aldıq kilosunu. Qəşəng alça idi. 5 manat. Uşaq əlçək, mən belə vaxt elə şey pul verən deyiləm, bilsən, vəhşi əsgərəm, hər yer dolu alçadır. Biraz balaca, biraz yekək, küçələrdən yığıram o şeylərdən, meşələrdən. Amma uşaqdır da, gözü gördü, əl çəkmədi, bu yox vaxtımda aldım. Amma gilas çıxmayıbsa da, sağ ol, var. Gilas çıxmayıbsa da bu ərəfələrdə çıxasıdır. Çıxanda gilas başlayır, deyim neçə ilə, 8-10 euro ilə başlayır da kilosu, 8-10 euro. Birinci başlayır elə. Yəni 15-20 manatdan başlayır, sonra get-gedə düşür, axırda gəlir, gilası alırıq biz 50 qəpikdən. And ol Allaha, sözü şadlıqda kəsin balon xeyş. Bakıda bir yer var, 45 manada satılır. And ol Allaha deyəm. Burada kilosu 8-10 euro, uzağı 15 eurodan artıq burada şey olanmaz elə. Mal ümumiyyətcə Almaniyaya gətirməzlər. Orada bitmir, gəlir ayda. Gəlir orada 45 manat. Bəli, bizdə özümüzdə bitir, amma burada başqa ölkə İspaniya tərəfindən oralardan gəlir və burada Almaniyanın özündə gilas çox olur. Amma burada gec bitir. Burada bitəndə o şey 50 qəpik olur. Amma burada bitməyəndə 8 euro, 6 euro, 10 euro bu civarda. Ümumiyyətcə, mən hələ indiyə kimi alça, gilas, bunlar çıxanda mən görməmişəm onların kilosu 15 eurodan aşağı artıq olduğunu. Yəni 15 euroda 30 manat eləyir. Ondan o tərəf olduğunu görməmişəm. Yəni belə deyil. Bir də qadan alım, vaxtı alıram, qızıl vaxtı o üzr etsə belə. Bu şeyi soruşacaq. Pomidor neçədir bax sizdə? Sizdə pomidor neçədir bu dəqiqə? 8 manat, 5 manat. Baxır pomidora qadan alım. 20 manat da var pomidoru. Çeri deyirlər, o çıxılı belə. Deməli burada ən bahalı pomidor 1 manat 20 qəpikdir. Bahalı marketlərdə. Ucuz marketlərdə də pomidor aldım 60 qəpik. Yəni o 60 sent 1 manat 20 qəpik deməkdir. Ən bahalı marketlərdə 1.20-dir, yəni harca 2 manat 40 qəpik. Amma o Liboy marketlərdə, əksər marketlərdə 60 qəpik, 70 qəpik, o deyil 1 manat 20 qəpik. Qartof çox ucuzdur, qartofu aldım 5 kiloluğu 99 sentə. 5 kilo qartof 99 sent aldım, 2 kampaniya olmasa da 10 kiloluğu 2.50-dir də, 2.53-dür. 2.50. Yəni demək istəyirəm ki, qadanam Danimarka, Norveçdən bahadır. Orada mən qiymətlər bilirəm, işləmişəm, yaşamışam. And ol Allaha deyirəm, ondan baxar. Bir də qadanam, vaxtı alıram. Bu sıxılmış qazla işləyən avtobus varmı sizdə Almaniyada? Mən Avropada görməmişəm şəxsən. Mən görməmişəm. Elektrik avtobusları çox alıbdı, amma elə onu görməmişəm mən. Bax,
Bakıda bu günləri boğulurduq. Şoförə deyirəm, sizə süd verirlərmi bu zəhərli? Adətən deyirəm, bu Allah göstərməli, qəza olsa tikə-tikə olardı. O sıxılmış qaz deyir, qardaş boğuluruq. Halı pisləşdi yazığın. Deyirəm, bir naşatır zad varmı? Sıxılmış qazına işləyir. Bu da qətiyyən. Mən məsələn şəxsən Danimarkada görməmişəm, Norveçdə görməmişəm, Finlandiyada görməmişəm. Bu qadağandır. Özdə sərnişin daşıyırsan, elə bir qadan al. Bombanın üstündə oturub cezallı uzağı. O deyirəm, bir hadisə olsa, bu tikə-tikə olacaq. Sıxılmış qazına, kütləvi insan da bilirsən nə qədər qadana qapı bağlanmış. Bəli, bəli. Yəni ki, bir də sizə bir zəhmət, Elşad qardaşımız, bizim canımız, ciyərimiz vaxtı aldı. Onu bir imkan olsa, bir qoş əməliyyat oldu, Allah şəfa versin. Yastığı yüngül olsun, bir də ora yolu düşməsin, gəzməyə, istirahətə, sizə qonağa gəlsin, banisi, heç kimi, Allah heç kimi ora necə deyərlər, hiç eləməsin. Oldu, çox sağ ol, mən gəliyəm. Oldu, sağ ol, var ol. Təşəkkür edirəm, təşəkkür edirəm. Elşad bəyə də qoşaq. Yəni, gözəl insanlar, dəyərli insanlar, zəng edəndə həm efir maraqlı olur, həm efir maraqlı olur, gözəl olur, həm də zəng etməyiniz lazımdır. Zəng edin, dostlar. Bircə dəqiqə bu hərbiçi qardaşın nömrəsini götürəcəm, bircə dəqiqə. Bircə dəqiqə. Ay, salam, gözəl insan, salam. Salam. Tamaşaçılar səni soruşur, deyir, Elşad bəyin əməliyyatından sonraki vəziyyət necədir? Arada bir mən deyirəm, amma siz... Danışmışıq da bizdə, yaxşıdır. Yaxşıdırmı? Bizim izləyicilərimizdə də. Oldu, qadan alım, Elşad... Sağ ol. Elşad bəy deyir ki, mehriban xanımdır, xanım da demək adamın dili gəlmir. Qoy deyək belə, biz biraz centilment olaq. Nədir? 27-si ad günüdür. 27-sindən sonraya qədər əməliyyatı da sağalacaq. Amma gəlişi möhtəşəm olacaq. Gəlişi... Kanal fəaliyyətdədir, gedir, kısa videolar qoyulur, iş gedir. Prosta özüm danışmıram da. Mən yenə deyirəm, danışmaq niyyətimdir. Mənim haqqım bərpa olunacaq, çıxıya bəyətmi yaşayacaq. Mən qorxaqlara görə, yaltaqlara görə danışmaq istəmirəm. Bu mənim sözüm. Haqqım bərpa olunacaq, mən sənə də demişəm, hamıya da deyirəm. Mənim haqqım bərpa olunacaq, çıxıya bəyətmi yaşayacaq. Azərbaycanda da demokratiya olanda, hamınızı gözləyir demokratiya olanda, onda da çıxıb gedəcəm deyə. Oturmuşam, Əşrəf və Röyüyə baxıram. Qəşəng serial gedir, Türk kinosu, əla kinosu. Siyasətə qarışmıram. Öpüb bağırma basıram. Sağ ol, sağ ol. Dəyərli vətənlərim, bu da Elşad bəy, yəni necə deyərlər, vəziyyəti yaxşıdır, şükür Allaha. Burada tibbi sığortadır, hamısını eləyirlər. Alo, bəli. Salam qardaş, necəsiz? Sağ olun, var olun. Buyurun, canlı yayındasınız. Qabil qardaş, Allah köməyiniz olsun qoşduğunuz üçün. Mənim atam Mirzəli İbraloğlu Qələmşahoğlu aprel ayının 4-də həbs olunub. Antizm tərəfindən şərlənərək həbs olunub. Heç bir səbəb yoxdur, heç bir sübut yoxdur. Güya ki, mənim atam külli miqdarda pul mənimsəyib, hədə qorxu gəlib, şantaj eləyib. Belə stasiya ilə tutublar. Mənim atam hal-hazırda 2 həftə bundan əvvəl atama xəstəxanaya, ayın 4-cü günüydü, keçən ayın axırları, əmmə zəng eləyib ki, xəstəxanadayam, Koroğlu'da, gəlgilər, qızım gəlsin, mənə dəysin. Getmişəm, icazə vermədilər görüşə və yemək aparmışdım, bir də pul verdim. Mənə dedilər ki, görüşə gələn həftə sizə talon veriləcək, gələrsiz görüş icazəsi. Hansı türmədə yatır? Ayda, yatımdan çıxdı. Şeydə yatırdı, Kürdaxanıda. Ha, deyil. Kürdaxanada yatırdı və xəstəxanaya girdiyi 2 həftə deyildi, 10 gün deyildi ki, atamı xəstəxanaya aparıblar. İndi nə ölçüsün, nə zəng eləyir, yalvarmışdım keçən dəfə polisdə, yəni xəstəxanada işləyənlər ki, yalvarıram, atama deyin, heç olmasa bircə kəlmə səsini eşitdim. Nə zəng eləmir, nə ölçüsün bilirəm, nə qalxısın bilirəm.
Nə görüş vermirlər. Çox narahatım atamdan. Bir ad familiyası nədir bir deyin görək bəlkə Kürdaxanıda yəni Kürdaxandan ki aparıblar xəstəxanaya. Koroğlu'dakı xəstəxana 6-cı koloniyalı xəstəxana var. Koroğlu'da. Ataz cavan idi mi? Böyləklərin zadı çıxartmasınlar. 63 yaşı var atamın. Yox, onun böyləkləri, orqanları lazım olmaz. Amma ki belə dəyərli həmvətənlərin Kürdaxanı siz bir deyin familiyada dəqiq demirsiniz elə bir ki toyuğunuz itib, cücəniz itib elə bir ki qulaq as, elə bir ki bir cücə itib elə deyəsən qara idi, bozartı, kirli cücə var idi, belə getdi. Heç olmasa yaşını deyin bir, başını deyin bir, ad familiyasını deyin. Mirzəliyev Daloğlan Qələmşahoğlu 60 yaşında, özü jurnalistdir. Özdə canlı atırdı, siyasi canlılar atırdı. Ondan sonra atam tutulur. Daha deyin atanız siyasi məhbusdur da. Bəli, amma nə qədər eləyirəm, heç kim boyun almır ki, yalandan bəziləri olur ki, üzr istəyirəm. İnanırlar bu hakimiyyətin dedikləri o şərəf öftənə, o Askafe'nin falan paylaştırıb videolara falan ki, atam kimdənsə pul alıb falan filan. Amma atam Yaxşı eləyib alıb. İlham Əliyevdən çox cəmaat atan var. Polis rəislərindən, icra başçılarından çox cəmaat atan var. Yaxşı eləyib alıb. Alıbsa da. Amma almıb da, yəni sübut olaraq bir şey yoxdur da Qabil qardaş. Yoxdur, sübutu yoxdur bu kişinin. Deyirəm sizə, bank kartım sizə. Sübut eləyor ki, kimdənsə nəsə hədə qorxu gəlmişəm. Sübut da yoxdur ortada. Sadəcə şərləyib tutuklar. İndi atamdan xəbərim yoxdur, xəstəxanadadır. Mən xəstəliyə düşmüşəm atamın dərdini çəkməkdə. Ay hökumət, ay oğraşlar, ay Peysər Fuad Ələsgərov, ay 3 dənə 5 dənə arvad saxlayan, ay oğraşlar, ay İlham Əliyev, ay Vilayət Eyvazov, ay Peysər xidmət rəisi, ay nə bilim Ədliyyə naziri, adam atasını tapamır türmədə, cəmaat meşiyə, ceyran, cüyür, kaşqıldaq, kəhlizat buraxır, turaş-muraş. Hamısı bilirlər cipdən harada nə yiyir, nə içir, nə qayırır. Cəmaat atasını tapamır, yiyyə-peşə qadın. Qoduq, uşaq qoduq, niyə görüşdürmürsünüz atasını? Cındır oğlu cındır. Xəstəxanadadsa görüşdürsünlər də, ya öldüsün desinlər, ya qaldırsın desinlər, ya nə bilim, vurublarsa desinlər, yaralıdır, onu da demirlər axıb Qabil qardaş, heç nə demirlər. Deyirlər, biz məlumat verə bilmərik. Bəs mən dərdimi kimə deyim? Ara daşın tökün başıma ki, mən atamdan xəbər alım. Ay oğraşlar, ay Kürdaxanın rəisi, ay Ədliyyə naziri qəhbə balası, ay prezident göt verən, bunun dədəsi hardadır? Adam atasını tapa bilmir. 1 milyon dənə qoyunu buraxırlar, quzudan aralayırlar minlərlə. Hamısı gəlir öz anasını tapır o qoyunun quzusu. Özcə vaxt deyirlər, qoyundur bu xalq. Heç bu xalq qoyun da deyil. Qoyun hələ yaxşıdır. Birdən-bir açırlar yüzlərlə, minlərlə quzunu. Gedir o 1000 dənə qoyunun içində nə tər anasını tapırsa, bizimkilər atasını tapamır Kürdaxanıda. İmkan vermirsiniz. Qoduqlar, çobansınız siz. İlham Əliyev. Əlimlə, Qabil qardaş, bir dəfə əlimlə görüşdürüblər Kürdaxanıda. 5-ci günü görüşü var idi. 2 dəfə də danışdırışıb mənimlə. Neçə il türmədə olan zaman? Deyib ki, mən xəstəxanadayım, qızım gəlsin mənə pul versin. Nə qədər vaxt qabaq deyib? Nə qədər qabaq? 3 həftə olar əmmə zəng eləyib. Mən 2 həftədir getmişəm. 2 bazar tamam oldu. 15 gün olar ki, belə xəstəxanadadır. 15 gün olar deyə xəstəxanaya gətiriblər. Nə türmədə deyirlər var, nə də xəstəxanada. Dəhşət deyir. Bu ölkə deyil ha. Ölkə qəhbəxanadır. Ölkə Azərbaycan deyil ha. Nə qədər İlham Əliyev oradadırsa, Qəhbəbaycandır, Götbaycandır, Petuxbaycandır, Cırıqbaycandır, Valikbaycandır. Nə qədər ki İlham Əliyev oradadır, Azərbaycan, can Azərbaycan deyil. Canımıza geyindirən
Qəhvəxana at, vəssalam. Bu nə də? Camaat dədəsini tapa bilmir ha ki. Türməyə gedir, oradan deyirlər, deyənmərik hardadır. Banisiyə gedir, orada deyirlər, məlumat deyənmərik. Nə də? Kimsinizə siz? Oğraşlar, Allahsınız mən sizə. Qəhbə yığını qəhbə, Allahsınız mən siz. Get, kamerayla get, banisəsini də çək, türməsini də çək, sən verilən cavabları yazdır, gətir mənə. At mənə. Sabah get. Sabah get əlində telefon, canlı yayın çəkə-çəkə denin. Nəsə elə, qoysa nəsə eləsinlər. Qoysa nəsə eləsinlər. Ki, sən nədənsə qorxan deyilsən ki. Oldu, davay. Mən dəfələrlə çox sağ olun, qoşulsunuz mənə canlı yəni, danışmışam sizinlə. Yadımda gəlir bir dəfə də sizə video atmışdım, həmin də o video mənim atamdır. Siz görmüşsünüz mənim atamı. Yəni canlı yayınlarda falan görmüşsünüz. Yəni, ola bilər. Ola bilər, ola bilər. Siz gedin sabah, sizə düz atanızla görüşdürməsələr, çəkin videoya, kimi hamının səsiyasını kayd eləyin, görünsün, kayd eləyin, atın mənə. Ol, sağ ol, sağ ol, sağ ol. Bu ki diribaş adam, bu qadın ki diribaş qadındır, bu başqaları ki maymaq deyil axı. Bu qadın bilirsiniz də hansı qadındır, o başını keçərlədi ha. Bir də görürüz özünə nə divan tutar buna. Belə bir qadın atasını tapamayanda gör cəmaat nə var ya. Vallahi qoyundan betər günə salırlar. Deməli, dəyərlənmədənəm, dəyərli soydaşlarım. Deməli, Pakistan və Hindistan